Salam, hörmətli müəllimlər. Biz bugün sizinlə təbiət fənninin tədrisində tədqiqat əsaslı öyrənmə metodunu araşdıracağıq. Bacarıq və vərdişlərin qazanılmasında ən vacib məsələlərdən biri təbiət fənninin məzmununun öyrənilməsində aktiv təlim üsulu olaraq tədqiqata əsaslanan tədris metodundan istifadə olunmasıdır. Tədqiqata əsaslanan təlim metodunun məqsədi şagirdlərin təbiət fənninə maraq hissini daha da inkişaf etdirmək və onlara məzmunla bərabər elmi məlumatları müstəqil əldə edə bilmək bacarığını aşılamaqdır. Bu zaman şagirdlər hazır bilikləri didaktik üsulla öyrənmək əvəzinə sadə, praktik araşdırmalar əsasında qazanan bilik və bacarıqların mənimsənilməsində passiv deyil, aktiv iştirakçı olurlar. Tədqiqata əsaslanan təlim zamanı şagirdlərə öyrənəcəkləri məzmunla əlaqəli və onlara gündəlik həyatlarından tanış olan bir situasiya təqdim olunur. Onlar bu situasiyaya aid seçilmiş suallarla müzakirəyə qoşulmağa və ilkin biliklərini ifadə etməyə dəvət olunurlar. Növbəti mərhələdə mövzuya uyğun olaraq fəaliyyətlərindən istifadə edərək şagirdlərin mühakimə bacarığı ümumiləşdirilərək istiqamətlendirilir. Təbiət fənninin tədrisində tədqiqat əsaslı öyrənmə metodu vasitəsilə şagirdlər elmin və texnologiyanın cəmiyyətin həyatındakı roluna dair həm zəruri biliklər əldə edirlər, həm də onlarda qazanılan biliklərin həyati proseslərə tətbiq etmək bacarığı və elmi savadlılıq formalaşır. Beləliklə, təbiət fənninin təlimi prosesi elə bir formada reallaşdırılır ki, sadəcə məzmunu deyil, məzmundan əldə olunan bacarıqlarını formalaşdırmaqla şagirdlər bu bacarıqları həyatlarının digər sahələrində səmərəli formada istifadə edə bilmələrinə nail olsunlar. Eyni zamanda tədqiqat əsaslı təlim metodu gələcəkdə şagirdlərin dövrün tələblərinə və gələcəkdə iş mühitinə daha yaxşı adaptasiya olmalarına və qarşılaşdıqları problemləri müstəqil həll edə bilmələrinə şərait yaradacaqdır. Hesab edilir ki, tədqiqata əsaslanan təlim metodu təbiət fənninin qarşısına qoyduğu tələblərin yerinə yetirilməsi üçün çox əlverişlidir. Tədqiqata əsaslanan təlim metodu vasitəsilə təbiət fənninin tədrisi zamanı şagirdlər fundamental bilik və bacarıqlar əldə etməklə yanaşı, eyni zamanda elmi-texniki fəaliyyət sahələrində peşə seçməyə də həvəslənəcəklər. Təbiət fənni təkcə elmin məzmununu deyil, həm də bu məzmunun əldə edilməsində istifadə olunan bacarıqların da tədqiqata əsaslanan təlim metodu ilə daha yaxşı öyrədilməsi üçün əlverişli mühit yarada bilər. Bu zaman tədqiqata əsaslanan təlim metodu ilə keçirilən dərslər şagirdlərin problem həll etmək, müşahidə aparmaq, analiz etmək bacarığını da formalaşdırır. Bu da onlarda asanlıqla nəticə çıxararaq problemin həll yollarını müəyyənləşdirməyə kömək edir. Bu da öz növbəsində tədqiqata əsaslanan təlim metodu vasitəsilə şagirdlərdə nəticələri ümumiləşmiş formada, yoldaşları ilə kommunikasiya etmək kimi bacarıqların inkişafını formalaşdırır. Şagirdlərin tədqiqatçılıq bacarığının formalaşmasına kömək edən yollar və vasitələr. Elmi tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq. Mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarığını inkişaf etdirmək, şagirdlərdə elmi dünya görüşün formalaşması istiqamətində sistemli iş aparmaq. Tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. Tədqiqat əsaslı öyrənmə metodunun tətbiq edildiyi dərsə aid nümunə. Mövzu 1. Quraqlıq necə baş verir? Təlim nəticəsi. Quraqlıq sözünü eşitdikdə nə başa düşdüyünün izahını verir. Quru, tozlu, isti, susuzluq anlayışlarını ayırmağı bacarır. Çayların, göllərin, bataqlıqların sularının azalma səbəblərini bilir. Quraqlıqların necə baş verdiyini bilir. Mövzuya hazırlıq. Quraqlıqların baş verməsinin bir çox səbəbləri var.
Quraqlıqların baş verdiyi ərazilərdə torpağın tərkibində olan rütubətin miqdarı kəskin azalır və həmin ərazilərdəki torpaqlarda aşınmalar formalaşır. Eyni zamanda bu proses torpaqların münbitliyinin azalmasına səbəb olur. Quraqlıq sözünü eşitdikdə nə başa düşüldüyünü, bu sözün quru, isti, tozlu və susuzluq anlayışları ilə əlaqəsinin olduğunu anlamaq lazımdır. Quraqlıq dedikdə müəyyən ərazidə bir neçə ay və ya daha uzun zaman müddətdə yağıntıların, yağış və ya qarın normadan çox aşağı olması başa düşülür. Belə ərazilərdə torpaqda çatlar əmələ gələ bilər. Suların, göllərin, arxların və digər mənbələrin suları azalar və ya quruyar. Şagirdlərə suallar verilir. Siz quraqlıq sözünü eşitdikdə nə başa düşürsünüz? Quraqlıq nədir və o necə baş verir? Quraqlıqların baş verməsi torpaqlarda çatlar əmələ gətirə bilərmi? Quraqlığın baş verməsi çayların və göllərin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilərmi? Quraqlığın baş verməsi meşə yanğınına səbəb ola bilərmi? Quraqlığın baş verməsi havada tozun miqdarını artıra bilərmi? Quraqlığın baş verməsinə səbəb yalnız isti hava ola bilərmi? Onların söylədikləri fərziyyələr dinlənilir. Təlim nəticəsinə çatmaq üçün tədqiqat əsaslı dərs metodundan istifadə edilir. Məqsədə nail olmaq və tədqiqat əsaslı öyrənmə üsulundan istifadə etmək üçün birinci növbədə şagirdlərə tədqiqatın aparılması qaydaları başa salınır. Onlara kifayət qədər informasiya və dəqiq təlimat verilir ki, onlar öz tədqiqatlarını inamla aparıb, yeni məlumatı tam öyrənə bilsin. Tədqiqat aparan zaman fikirlərini sərbəst ifadə etmək bacarıqlarını formalaşdırmaq, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirib üzə çıxarmaq üçün əlverişli mühitin yaranması çox əhəmiyyətlidir. Diqqətli olmaları və bir-biri ilə sıx əməkdaşlıq etmələri üçün əlverişli şərait yaradılır. Sinif qruplara bölünür və hər qrupa tədqiqatın mövzusu təqdim olunur. Qrup 1. Quraqlıq nədir və o necə baş verir? Qrup 2. Quraqlığın baş verməsi nəticəsində yaranan fəsadlar. Qrup 3. Quraqlığa qarşı mübarizə yolları. Qrup 4. Təbii fəlakətlər baş verdikdə təhlükəsizliyi necə təmin etməliyik? Tədqiqatı aparmaq üçün hansı mənbələrdən istifadə edə bilmələri haqqında məlumat verilir. Artıq tədqiqata başlaya bilərsiniz. Dəlillər toplayan zaman diqqətdə saxlanılacaq məqamlar. Quraqlığın mənfi təsirləri. Quraqlıq səbəbindən baş verən qida çatışmazlığı. Uzunmüddətli quraqlıq olduqda meşə yanğınları. Quraqlığın müxtəlif yollarla yaşayışa təsir etdiyi. Uzunmüddətli quraqlıqların səbəbi. Quraqlığa qarşı mübarizə yolları. Quraqlığın yaranmasında insanların təsiri. Ölkəmizdə quraqlığın baş vermə riski. Təbii fəlakətlər baş verdikdə təhlükəsizliyin təmini. Təqdimat hazırlayan zaman qrup ilə birlikdə əlavə mənbələrdən əldə etdiyiniz məlumatlardan səmərəli istifadə edin. Müxtəlif mənbələrdən əldə etdiyiniz tədqiqat nəticələrini düzgün təqdim edin. Tədqiqat nəticələrini təqdim edərkən diaqram, cədvəl və posterlərdən düzgün istifadə edib məlumatı təqdim edin. Beləliklə, təlim nəticələrinin reallaşması üçün seçilmiş tədqiqat əsaslı öyrənmə metodu şagirdləri daha da diqqətli olmağa sövq etməklə yanaşı, onlarda tədqiqat və təqdimat bacarığını da formalaşdırır. Diqqətinizə görə minnətdaram.